Esselamu aleykum şeyx. Bəzilər deyirlər ki, qurbanı kəsdirib külü ilə almaq olar. Bu nə dərəcədə doğrudur? Aleykümselam və rahmetullahi və barakatuhu. Bunu bir neçə qardaş soruşdu. Təbii ki, dəfələrlə cavabladıq qardaşlarda. Yəni qısa olaraq deyim ki, qardaşlar, qurbanlıq kəsməklə ilgili, qurbanlıq heyvanı ilə ilgili heç bir zaman beyninizi bulandırmayın. Heç bir zaman beyninizi bulandırmayın. Muhammed sallallahu aleyhi ve sellem qurban kəsib, xəlifələr qurban kəsib və Əhl-i Sünnə vəl Cemaanın 4 məzhəb imamları qurban kəsib. Unutmayın ki, bunların heç biri qurbanlıq heyvanı alarkən kəstirib kilosuna görə pulunu verməyin. Və ümmət icma edib ki, ən əfzəli, ən doğrusu, ixtilafdan ən uzağı və ən güvənlisi odur ki, heyvanı nərdə alasan, qiymətini nərdə verəsən və ondan sonra kəsəsən. Qurbanlıq, unutmayın qardaşlar, toy üçün, sünnət üçün alınan bir ətdən ibarət deyil. Qurban kəsməyin özü bir ibadətdir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil alemin. De ki, namazım da, qurbanım da, ölümüm də, həyatım da aləmlərin Rəbbi olan Allah üçündür. Qurban kəsmək böyük ibadətdir. Burada cimrilik, ətə getmək və yaxud da ixtilaflı məsələyə girməyə gərək yoxdur. Zaten bu ildə bir dəfə olur. Çalışın, Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyi kimi eləyin, sahabələrinin etdiyi kimi eləyin. Peyğəmbər sallallahu aleyhi və səlləm qurban kəsərkən ən yaxşı qoçu alır və kəsir. Hətta kilo ilə almaq olar, kilosuna görə qiymət barışıb sonra kəstirmək olan deyənlərin bir çoxları diri nəzərdə tutur. Diri heyvanı çəkdirirsən, ondan sonra pulunu verirsən və kəstirirsən. Çünki unutmayın qardaşlar, qurbanlıq kəstirmək istəyirsənsə, o kəsmədən öncə sənin mülkünə keçməlidir. Sənin olan birini kəsməlisən. Sən əgər əti ilə barışırsansa, o zaman nə qədər gələcəyi və ona nə qədər verəcəyin bəlli deyil. Öz mülkünə keçirməmiş olarsan. Xüsusən də bir çox alimlər bu etibarla o kilo ilə kəstirib almağın keçərli olacağını demirlər. Ayrıca biz böyük tələbələrimizdən də, böyük alimlərimizdən də illər boyudur bunu eşitmişik, bu cür fətva vermişik. Ona görə ixtilaflı məsələlərdən uzaq durun. Hətta kilo ilə icazə verənlərin şərtləri var, bu belə bu şəkildə deyil. İxtilafdan uzaq durun, dininizi, irzinizi qorumaqdan ötürü, həm də ümmətin icma etdiyi tətbiq eləməkdən ötürü heyvanı nərdə barışın, alın, ondan sonra kəsin. Bu daha sağlamdır, daha etibarlıdır. Selamun aleykum və rahmetullah.